bizim Elmlər Akademiyasında dronları düzəldən olub. Hələ o şəkilləri vermir. Ora keçəndə verəz. Drone biz istehsal eləmişik, əziz tamaşaçılar. Drone 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elə bir dəhşətli işin üstündə işlənib ki, bugün Azərbaycan qürur duymalıdır ki, bax akademiya belə olur. Nə oldu? Akademiya dönəmində, o haqda birazdan sonra geniş danışacağım, dönəmində akademiki Akif Əlizadənin başçılığında bu işlər başladılır. Sənədlər var, videolar var. Şok olacaqsınız. Azərbaycanın qüvvət komutanları, Dövlət Sərhəd Xidmətinin rəhbəri General Elçin Quliyev, digər generallar, hətta Müdafiə Naziri Elmlər Akademiyasına gəlir. Elmlər Akademiyasından bağlı, istəyirsiniz verin, problem yoxdur. Elmlər Akademiyasından bağlı böyük işlər gedir. Və nə yaranır əziz tamaşaçılar? Deməli, elmin kommersiyalaşdırılması üzərində danışılır və yüksək texnologiyalar parkı. Yüksək texnologiyalar parkı yaradılır. Və o park Azərbaycanda ciddi işlər görməyə başlayır. Verin, indi yavaş-yavaş şəkilləri də verin. Deməli, Azərbaycanın elə videonu da verin. Elə mən səsini alın verin. Azərbaycanın Akif Əlizadə başçılığında akademiyası, elmin kommersiyalaşdırılması. Dünyanın hər yerində bu belədir. NASA nədir? Fransanın prezidentinin yanında araşdırmalar mərkəzləri nədir? Türkiyədə Aselsan nədir? Avropada strateji elmi araşdırma mərkəzləri nədir? Budur da. Elmlər Akademiyası əslində budur da, əslində. Bilimlər Akademisi nədir? Ayrı-ayrı sahələrdə ixtiralar etmək, dövlətin ən müxtəlif hissələrində o ixtiraları satmaq, müqavilə bağlamaq və alimləri yaşatmaq. Yəni bunun hamısı da bu yolla getməli deyilmi? Yüksək texnologiyalar parkı yaradırlar. Mənə bugün o parkın direktoru gəlmişdi. İsimlərini xatırlanmağını istəmirlər. Dəhşətə baxın. İsimlərinin xatırlanmağını istəmirlər. Qorxurlar. Qorxudublar Azərbaycan alimlərini. Dron yaradıblar. Hadrutda, Şuşada bizim o dronlardan istifadə olunub. Hadrut döyüşlərində. Azərbaycan alimləri bomba atan dronlar istəyir.